təklif məsələsinin ola bilər. Yəni, bu, hər hansı bir tərəfdən təklifin olunması biz əsas götürmürük. Biz əsas olan məsələnin həllidir. Yəni, bayaq qeyd etdiyimiz kimi... Çünki görür ki, Ukraynanı qane eləmir əslində. Əlbəttə ki, Ərəbistanında olan danışıqlar. Ola bilər ki, ümid edir ki, Türkiyə müəyyən bir formada Rusiyaya təzyiq mi göstərəcək? Baxın, əslində Amerika Birləşmiş Ştatlarının nümayəndələrinin, ümumiyyətlə Amerika Birləşmiş Ştatlarının rəsmiləri ilə Rusiya rəsmilərinin Ərəbistanda görüşü, Birləşmiş Ərəbistanda görüşü həm də Ukrayna məsələsinin, mən deyərdim ki, həm də Ukrayna məsələsinin həlli idi. Yəni, müharibənin dayandırılması idi. Əsas prioritet xətt olaraq görüşün əsas məğzi, mənası müharibənin dondurulması, dayandırılması, atəşkəsin əldə olunması, sülhün əldə olunmasını hədəfləmişdi. Mən qeyd etmək istəyirəm ki, bu həm də buna deməli hədəfləmişdi. Nə üçün? Çünki görsələn odur ki, yəni proseslərin dediyim kimi fevralda baş verən görüşdən və martın 24-ü baş verən görüşlərdən sonra gedən proseslərə biz nəzər yetirsək, görərik ki, burada həm də Rusiya Amerika Birləşmiş Ştatları münasibətləri əsas prioritet xəttlərdən biridir. Çünki müharibə başlayandan həm Amerika Birləşmiş Ştatları iqtisadi sanksiyalar tətbiq edir Rusiyaya qarşı və Rusiya demək olar ki, izolyasiya vəziyyətindədir və bu deməli sanksiyalardan, bu təzyiqlərdən Rusiyanın fərqli istiqamətə yönlənə biləcəyini Amerika Birləşmiş Ştatları artıq özündə deməli dərk eləməyə başlayıb ki, nə qədər ki biz Rusiya təsir göstəririk, Rusiya həm Amerika Birləşmiş Ştatlarla uzaqlaşıb Çinə yaxınlaşa bilər ki, hansı ki bilirsiniz ki, bu yaxın bir neçə gün əvvəl də Çinin Xarici İşlər Naziri Rusiya səfərə gəlmişdi. Yəni bu nöqteyi nəzərdən Rusiya ilə yaxınlaşma məsələsi, yəni belə deyək də donun açılması, münasibətlərin yenidən formalaşması istiqamətində də hətta bunu görüş iştirakçısı bilirsiniz ki, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov da çıxışında qeyd eləmişdi ki, biz həm də diplomatik əlaqələrin qurulması istiqamətində də danışıqlar aparırıq.